Bismillahirrahmanirrahim və bihi nəsta'in. Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Hər birinizi xoş gördük. Yeni bir mövzu ilə yenə qarşınızdayıq mübarək Ramazan ayının Qədr gecəsini təsadüf edən dönəmdə. Mövzumuz da elə bundan ibarətdir ki, nə üçün mütəal Allah Ramazan ayının Qədr gecəsini xüsusi bir gecədə təyin edib açıq-aşkar vurğulamamışdır. Bu mövzu ilə bağlı bir şey diqqəti çatdırıq ki, bir neçə bəhs bundan qabaq çəkilişlərimizin birində Ramazan ayının Qədr gecəsinin hansı bir gecədə olması ilə bağlı müxtəlif nəzərlərin olmasını diqqətinizə çatdırmışdıq ki, Ramazan ayının 17-si, 19-u, 21-i, 23-ü, 27-si və 29-u olması ilə bağlı nəzərlərin olmasını diqqətinizə çatdırmışdıq. İlk öncə İslam alimlərinin bu mövzu ilə bağlı fikirlərinə diqqət yetirək, görək onların bu mövzu ilə bağlı fikirləri nə cürdür. Bir çox İslam alimlərinin fikrinə əsasən Qədr gecəsinin Ramazan ayının gecələri arasında məxfi qalmasının əsas səbəbi insanların bu gecəyə daha çox üstünlük və əhəmiyyət vermələrinə görədir. Həmçinin insanlar bütün gecələrə Qədr gecəsi ehtimalı ilə əhəmiyyət verib, daha çox münacat və daha çox savab qazanmış olsunlar. Necə mütəal Allah öz razılığını xüsusi bir əməldə qoymadığı kimi, yəni bütün ibadət əməllərində qoymuşdur ki, insanlar biganə olmasınlar bütün əməllərə, hamıların yerinə yetirsinlər və Allahın razılığına səbəb olmağa nail olsunlar. Allah mütəal öz qəzəbini də xüsusi bir günahda qoymamışdır. Cəmən günahlarda qoymuşdur ki, səbəb də bundan ibarət olur ki, insanlar Allahın bütün qadağalarından, yəni günahlarından çəkinsinlər. Həmçinin ölüm zamanı da mütəal Allah bu qəbildəndir ki, yerinə düşər bunu sadalayaq, ölüm zamanını gizli saxlayıb ki, insanlar daima ona hazır olsunlar, yəni əməllərinə diqqət eləsinlər, azuqa toplamış olsunlar. Əzizlər, bütün bu sadaladıqlarımız daha münasib və yaxın olan bir səbəbdir. Bu cümlədən Qədr gecəsinin də gizlin qalma fəlsəfəsi elə bu qəbildən hesab olunmuş olur. Mütəal Allah hər birimizi mübarək Qədr gecəsində qəflətdə olmayanlardan hamımızı qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.